Biz azadıq, biz müstəqilik, biz sərbəstdik. Biz heç kəsdən asılı deyilik. Biz özümüz öz taleyimizin sahibiyik. Bilirsiniz, bunun üçün, yalnız bunun üçün aylarla əziyyət çəkmək olar. İllərlə əziyyət çəkmək olar. Mənim üçün bunu bilin, mən sizə deyirəm. Öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etmək. Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdi. Qarabağ Azərbaycandır. O, ömrünün qalan hissəsini də xalqına bağışladı. Bu ömrün hansı hissəsindən baxırsan bax, oradan müstəqil Azərbaycan görünür. Azərbaycan məhz belə şəxsiyyətlərin qollarına söykənir və adı ucalır. Müstəqilliyimiz əbədi olsun.